İmam Əli, qulaq as. İmam Əli Cəməl döyüşündə Həzrət Ali Ayşə radiyallahu anh'ın vuruşmaq istəyən öz döyüşçülərine nə dedi? Dedi, onu öldürmək olmaz, o Allah Rəsulunun zövcəsidir. Biz məcburuq. Əgər onu kafir görsək, kimdir onu kafir görürsə, getsin, onu cariyə götürməlidir. Çünki şəriətin hökmləri burada ortaya girir avtomatik olaraq. Onun deyəndən sonra yanındakı şiələri döndü, qayıtdı geri. Bax, əzimə, qulaq asım sənə, sən mənə qulaq as, zəhmət olsa da olmasa da. Əhl-i Beyt, Ali Əmir Əl-Mömin əleyhissalam olsun, Həsən əleyhissalam olsun, İmam Hüseyn əleyhissalam olsun. Bunlar canlı şəriətdir. Onlar bilir artıq şəriəti harda, necə və necəliyini izah etməyə və yaxud etdiyini onlar bilir. Necə ki, Hüseyn İbn Əli Məkkə Məkkəyə ziyarətə yarımçıq qoyur, gedir Kərbəlaya. Vacib əməli yarımçıq qoyur, gedir ziyarətə. Niyə? Çünki ümumi qayda var. Vacibdən vacib daha vacibdir. Yox, məsələ budur elə. Bu belə deyil, yaxşı lop olsun belə. Onun canlı şəriət olması, mən deyən məsələnin çözmür axı. Yenə də İbn Mülcəmə kafir müamiləsi edilmədi. İmam Hüseyn də sağ idi, İmam Həsən də sağ idi. İmam Hüseyn də sağ idi, İmam Həsən də sağ idi. Yəni kafir nədir? İmam Əli hətta dedi, nə dedi? Mən ölməsəm onu öldürməyin. Necə? Kafir nədir? Bu məsələ beyxana demirik də qardaş. Onu verirəm sənə. Kafir sözün mənası nədir? Kafir haqqı üstünü örtən. Haqqın üstünü örtən. Hə. Ali İbn Əbu Talib haqq değildi. Necə? Ali İbn Əbu Talib haqq idi, haqq değildi. Əgər bu ateist variantı sualları qoyaqlar. Sualından məzmununa qırağa çıxmayaq da. Filan kəs nə idi? Tarix elmi doktoru deyil ki, biz başlayaq. Filan kəsin elmin çatmırsan yuxarı. Elm, tarix, İslam başqa şeydir. Bunları sən qarışdırma bir-birinə. Mən sənə sual verirəm ki, şəhri sual verirəm, şəhri. Niyə cariyə götürmədin? Əmir Əl-Möminin əleyhissalam haqq idi, haqq değildi. Bəli, haqq idi. Burada mən etiraz elədim, haqq değildi. Haqqı üstü örtənin, haqqı şəhid edənə kafir müamiləsi olur, olmur, ona kafir deyirsən, demirsən? Yox, elə olur ki, demirsən. Demirsən, amma maşın vuranda demirsən, nə bilim. Haqqın üstü örtəndə axı. Onda sən İmam Əlini, İmam Əli haqq bilmirsən. Yox, haqq bilirəm. O məsələ elə deyil. Sən xavarizlərin üsulu ilə gedirsən, xavarizlərin. Xavarizlərin üsulu ilə gedirsən, xavarizlərin. İmam Əlinin dəstəsində olan xavarizlər var. Ha, dedilər ki, niyə bu sülh bağladın? Niyə onlarla sülh bağladın? İmam Əliyə qarşı qılınc çıxardanların üsulu ilə gedirsən sən. Ona qalsa Hüdeybiyyə sülhündə də Peyğəmbər sallallahu aleyhi və səlləm sülh bağladı. Nə dəxlisi var? Vacibdən vacib daha vacib. Amma İmam Əlinin yanındakılar nə dedilər? Sən bura kimi bizi gətirdin, vuruşdurdun, öldürtdürdün. İndi də deyirsən ki, Muaviyə ilə sülh bağlayaq. Sən kafirsən. İmam Əli təşvir edilər. Sən o üsulla geyirsən. Sən dediklərin xəvarizlər idi. Necə ki, Musa Peyğəmbər Harunu Allahın əmri ilə xəlifə təyin etdi, qövm Harunu xəlifə tanımadı. Eyni nüansda Əmir Əl-Möminin həyatında olmuşdu. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdi ki, ya Əli, sən mənə Musanın Haruna Musana olan nisbətçisən. Xəlifə tanımayanlar kim idi? Yanındakı cəmaət cəhbət öz ordusundakılar da ən çox. Obrisilərin tanımamağı başqa məsələdir. Obrisilər xəlifə tanıyırlar. Obrislərin tələbi ədalət. Ədalət istəyirsən, Osman İbn Əffanın demirdilər ki, biz hakimiyyətə gəlmək istəyirdik. Muaviyədən bir dənə mənə rəy gətir ki, desin mən hakimiyyətə gəlmək istəyirəm. Onun tələbi ancaq qisas almaq istəyirəm. Mən rəy əhli deyirəm, mən hədis əhliyəm. Osman İbn Əffanın qatilləri müsəlmanlar idi, müsəlmanlar deyildi. Yox, xavarizlər idi. Müsəlman xavarizlər idi, bəli. Müsəlmanlar amma xavarizlər. Sahabə haçından xavariz olur? Sahabə başqa şeydir, xavariz başqa şeydir. Mən elə o sual verirəm ki, sən sahabəyə xavariz deyirsən. Çünki Osmanın qatilləri xavariz olanda Osmanın qatilləri sahabələr idi.
Bax bir adam sahabə olur ta ki ona müxalif bir hərəkət edəndən sonra o ad onun üstünə götürülür. Sahabə nə deyirlər? Peyğəmbərə görə bir iman gətirənə, düzdür? Yo. Peyğəmbər görüb o iman üzrə ölənə deyirlər. O iman üzrə ölənə. Axırıncını deməsən, birincini qoy qırağa. Əhsən, gözəl. Peyğəmbər sallallahu aleyhi və səlləmi görən, ona iman gətirən və Əhl-i Sünnənin əqidə alimlərinin, ravilərin, özə siqa ravilərinin həmən şəxsləri böyük sahabə adını verən, məsələn, Həmiq Əl-Xuzayi sahabədən böyük idi. Osman ibn Əffanın qatillərindən idi. Necə olur bu? Axırda o iman üzrə ölmədi deyən, o çıxdı da o sahabə şeyindən. Adı götürüldü. Demək ki, sahabəli şeydə, Konopqat da Yox, üç dənə şərt var. Görən, iman edən, bax görən, iman edən, üçüncü olmasa birincini qoy qırağa, birinci olmasa üçüncünü qoy qırağa. Onda sənin sözündən belə çıxır ki, Osmanın nüfuzu Peyğəmbər nüfuzundan daha böyükdür. Çünki Peyğəmbərə görə bir iman gətirən sahabə yox, Osmanı öldürən sahabələrdən çıxmalıdır. Üçüncü var ha, üçüncü. Üçüncünü o öldürənlər üçüncünü tərk elədilər. Bilirəm, tərk elədilər. Əmir Əl-Mömin əleyhissalam onlara vəzifə verdi. Hə. Verdi, deməli, bundan da axırda onun özünü öldürdülər. Niyə verdi? Əmir Əl-Mömin xəta etdi. Bəli. Xəta etdi Əmir Əl-Mömin. Bəli. Ya Əli, mən elmi şəhəriyəm, sən o şəhərin qapısısan. Bu zəif hədisdir, onun ora dəxli yoxdur. Zəif hədisdir? Bəli. Ona zəif demək yoxdur. 99% tədil ona zəifdir. Əhməd İbn Həmbəl öz hədisində Əhməd İbn Həmbəlin özünün 80% zəifdir. Müsnəd kitabında bu hədisə səhih deyir. Yox, Əhməd İbn Həmbel kitabı var. Müsnəd kitabın özünün 80% zəifdir. Əgər Əhməd İbn Həmbel o dediyin hədis var, zəifdir və adiyyatı yoxdur. Üç tərəfdən problemdir o məsələ. Onu qoy qırağa. Elmi şəhəri olmaq, orada tam kimi yanırsan. Qulaq as da. Bax, o elə bu sübutdur ki, İbn Müzəvi yanına almağı və deməyi mən sənə əlimlə yedizdirdim, sən məni öldürdün. Nəsə elmisən? Ona qalsa elə ki, bir ton hədis gətirərəm sən qabağa. Qulaq assın mənə. Əhməd İbn Həmbələ sən zəif deyirsən, amma Həmbəli məzhəbi qurucusu alimidir bu. Bu necə olur? Onda sən Əhməd İbn Həmbəl yox idi, İslam yox idi. Böyük məzhəbi, onda 4 yoxsa İmam Şafi, Malik, Əbu Hanifə yox idi, İslam yox idi. Bizim məzhəbimiz Allahın Rəsulu və səhabələrin fəhmidir. Onlar da Quran, sünnə məsələsini sən 4 alimdən götürürsən. Və 4 alimdən niyə götürürsən? Peyğəmbərdən götür də. 4 alimdən niyə götürürəm ki? Peyğəmbərdə götürürəm. 4 alim sadəcə olaraq asanlaşdırmaq üçündür. Olsa da var, əlhəmdülillah, olmasa da əlhəmdülillah. Peyğəmbərdən götürürsən, düzdürmü sən fiqh? Bəli. Fiqh məsələn Peyğəmbərdən götürürsən. Qulaq as, bir dənə söz deyim sən. İbn Teymiyyə Minhacü Sünnə Nəbəviyyə 1-ci cild 601-ci səhifədə deyir: Əhl-i Sünnə vəl cemaatın məzhəbi qədimdir və məşhurdur. Allah daha Əbu Hanifə, Malik, Şafi, Əhmədi yaratmadan əvvəl bu məzhəb var idi. Şübhəsiz ki, bu səhabələrin məzhəbidir. Onlar da bu məzhəbi Peyğəmbər sallallahu aleyhi və səlləmdən götürüblər. Nə İmam Şafi bizim dinimizi gətirməyib. Onlar olsa da var olacaq din, olmasa da və yaxud İmam Əli, Ömər olsa da din olacaqdı, olmasa da din olacaqdı. Başa düşdün? Əhsən. Allah bilir. Bax sənin sözü rəhbər götürdüm. Əhsən. Bax gözəl. Sənin sözü mən rəhbər götürdüm. Deyirsən ki, o 4 nəfər olsaydı din var idi, olmasaydı. Olsaydı din var idisə, demək ki, bu 4 nəfər İslam'a bidət gətirir. Yox, sən bu uydurdun. Bu sən uydurdun. Bu mən deyən məsələ adiyyəti yoxdur. Biz hardan hara gəlmişik? Deyirsən ki, bunlar var idi. Deyirsən bu din var idi. Sən bu məsələdən məsələyə keçə. Orada 3 dənə qapılar qaldı, onları bağlamadıq. Söhbətdə qaldı. 3-cü surənin yox, səhv edirəm. Hansı surə idi ay Allah? 3-cü surənin 3-cü ayəsində Allah Taala buyurur ki, mən bu dini bəyəndim və kamil etdim. Hə. Bu cürlə dini bəyəndim və kamil etdim. Bu 4 nəfərimiz hardan çıxdı özünə məzhəb qurdu? Axı Allah bu dini bunsuz bəyənmişdi axı. Bu bidət deyil. İmam Əli onda hardan çıxdı? İmam Əli çıxmağı ortaya bidət deyil. Ha, İmam Əli dininin özüdür. Ali İmran surəsinin 61-ci ayəsi. Siz özünüzü biz özünüz. Orada elə bir şey yoxdur. Bu sən özündən çıxartdığın sözdən başqa bir şey deyil.
İmam özü dinin özüdür. Dinin əslidir. Ha, o sənin dində elədir. İslamda elə şey yoxdur. Gəl o 4 nəfəri sən yaxşı gətirmisən. O 4 nəfər deyirsən ki, onlar olmasaydı bu din var idi. Bu özün deyirsən də bunu. Quran da deyir ki, Allah bu dini belə bəyəndi. Belə təyin etdi. Allahın bəyənməyi qoyursan qırağa, deyirsən bu 4 nəfər də sonradan gəlir. İndi bunun mən nə dedim? Mən o sözün əleyhinə dediyim şeyi mən boyuma bayaq oxuduğum sən fətva nə idi? Fətva özün deyirsən də. O fətvanın qabağında sən nə mən boyuma şey qoyursan? Mənim əqidəm biləndən sonra bu sözü mən etdim. Fətva nədir? Bax fətva deyirsən, fətva. Allah bu dini bu cürə bəyənib. Allahın sözündən sən başqa bir fətva, qeyri-məsum fətvasını versən, bidət deyil bu. Qeyri-məsum sözü dəlildən götürür, məsumdan götürür. Allah və Rəsulun sözünə götürür. Götürür. Bax qulaq as. Əgər Allah və Rəsulun sözünü götürürsə, sən o deyən sözünü peyğəmbərin niyə nisbət vermirsən? Alimin fətvasından çıxarırsan. Alimin fətvası Quran və sünnəyə uyğundur. Nisa surəsi 59. Nisa surəsi 59. İtaət edin özünüzdən olan əmr sahiblərinə. O özündən olan əmr sahiblərinə. Allaha, Rəsuluna və özünüzdən olan əmr sahiblərinə. Bax, əgər bir şeydə ixtilaf eləsəniz, üçüncünü tərk edin. Üçüncünü tərk edin. Qayıdın Allaha və Rəsuluna. Gördün? İbn Teymiyənin sözü nə idi? Dəlilə dayanır. Quran-ı Kərimdə əmr sahibi, yəni öncə əmr verən kimdir? Öncə gedən də, yəni məsum deyil. İmam deyirlər, həm xəlifətullah deyirlər, çünki xəlifənin şeyi nədir, xüsusiyyəti nədir? Əmr versin, idarə eləsin. Məsum deyil. Sən də Nisa surəsinin əməli məsumluq qoyub qırağa. Sən də Nisa surəsinin 59-cu ayəsini mənim üstümə gətirirsən ki, aranızda olan əmr sahibi. O aranızda olan əmr sahibi də Quran-ı Kərimdə bir dənə mənə ayə gətir ki, əmr sahibini şura və yaxud qeyri-məsumlar seçir. Bir dənə ayə gətir mənə. Yox, bu gör hardan alacaq. Gedə gedir. Eləmədə ayə. Gedə. Biz məsələ qalır qıraqdayı bu kitabları açırıq. Yoluna qoymaya gedirik. O bir kino var, 5-10 şey ata gedir. Bu qalmaq dalda bizə nə qədər məsələlər qaldı. Bir onlara qaydaq yeri olar. Mən sənə gətirim də. Mən bax, demiş, aqara köçdəyəm, mən köçdəm. Sən bir ton sualın var imiş da. Köçü vurub dağıdıram. Sən heç də vurub dağıdanmısan. Mən kökdə sahibləri. Bax, aramızda olan əmr sahibləri deyirsən. Mənə Qurandan bir dənə ayə gətir ki, o əmr sahibini onların öz aralarında məşvərət şura elədi. Şura surəsi. Onların öz aralarında məşvərət şura elədi. Şura surəsində var. Ayə gətir mənə. Şura surəsində var da. Şura surəsində ayəni gətir mənə. Görəm o İslamın gedişatına aiddir yoxsa ailə məzəniyyətinə? Hər şeyə aiddir. Orada demirlər ki, maşın sürməyə aiddir, qaz doldurmağa aiddir, yemək yeməyə aiddir. Ümumi şəkildədir bu. Hardan bilsən imamdır? İnləməklə başlayır axı. Mən sənin başınla baxmıram da, buna şəriətin başından baxıram, ona görə ümumi şəkildədir. Bəli. Ay Allah. Bu da elimin. Bizə dəqiqə. Deməli, Şura surəsi 38-ci ayəni oxu. Söhbət ondan keçmir. Söhbət ondan gedir ki, biz qalmışdıq İmam Əlini öldürənləri. Sən Osmanı öldürənləri müsəlman dedin. Bəli, müsəlmandılar, amma xavarizlər. Eləcə də İmam Əlini öldürənlər müsəlmandılar, xavarizlər. Bax, mənim. Sən birinə ədalətli hökm verirsən, öz nəfsivə görə birinə yox. İkisinin də hökmü ədalətlə eynidir. Müsəlman xavarizlər. Mən deyirəm, amma sən birində bölürsən. Nədir? Təəssübkeşliyi üzbatından. Sağ xəbərlə mən danışacağam. Mən tuturam da, nə deyim? Tutursan, yaxşı. Daha doğrusu düşürəm işim var. Sən danış, amma səsini aşağıda eşidir. Çünki mən WhatsAppda buradan səs atanda ekrandakı, efirdəki səs düşürür. Sənə bir sənə qədər mesaj gəlib ki, sən Allah sabırla bəhs eləmə və yaxud sənə dəlil atmır. Mən 10 dənə sən olasan, 10 dənə səninlə söhbət edirəm. Yoxsa o dəfə o video qabağına qoyduğun şiyələrinə adına sünni deyib bəhs elədiyin video gəlmiş. Niyə o? Yəni uşaq inandı ona, o qabağında güya ki sünnidir. O radikal şiyələri qabağa qoyub bir dənə şey olacaq. O videoya dəlil gətir də. O videoya dəlil. Qarşındakılar var ha. Azılı rafizlər idi, azılı. Dəlil gətir də. Təhrim surəsinin 3-cü ayəsinin ziddinə dəlil gətir də. Azılı rafizlər.
Ha, sən Demirsən qurmadır. Ha, Razı, qurmadır. qurma. Dəlil gətir. ha, sənə nə dəlil gətir? Sən məsələ söyləmə. Deyirəm dəlil. Oldu, oldu, yaxşı, yaxşı, oldu. Əfsə də. Almaqdır. Əfsə də, dava gülə-gülə. Gün Bax, mənə bilsən nə çatmır? Mənə bu çatmır ki, bir də dağar gəlirsiniz. Aha, yuxarı qalxdım, bıdı danışdınız. Kişiyə bir dənə sual verən kimsə, set getdi. Mənə aşağıda yazan var. Nə bilim, onun buna dəxlisi yoxdur. Ya bu nədir? Ay Allahım. Nə elmi yoxdur, get elmlərin gəlsin də. Ay Allah, bu nə idi? Ay Allah pərvərdigara aləm. Deyirəm Quranda bir dənə ayə yedir, bunun ona dəxlisi yox. Nə dəxlisi yoxdur kişi? Quranda 30-dan çox ayə var ki, xəlifəni Allah seçir. Xəlifəni, Talutu Allah seçdi. Harunu Allah seçdi. Adəmi xəlifə Allah seçdi. Bunu yalnız Allah seçir. Musanın qövmü gəlir, Musaya deyir ki, mən bizə rəhbər seç. Allah Musaya deyir ki, filan kəs seçildi. Və Musa Peyğəmbərin yanına gələnlər razılaşmadı. Xəlifəni, imamı, rəhbəri, əmr edən şəxsi, Nisa surəsinin 59-cu ayəsindəki aramızda olan əmr sahibini Allah seçir, şura seçmir. Şuraya dəlil yoxdur, qardaş. Əgər dəlil yoxdursa, Allahın hökmündən başqa hökm verən tağutdur. Siz niyə tağuta rəhbər deyirsiniz? Niyə tağutun dediyinə əməl edirsiniz? Niyə özünüzə İslam qurmusunuz? Sonra deyirlər ki, Sabuhi danışdı. Sabuhi danışdırırsınız ki, Sabuhi danışırdı. Görür kimi sakit durmuşdum da yerimdə. Aleyküm salam. Həzrəti Əlini də Allah seçdi, bəli. Subut eləyim inşallah. Ali-İmran surəsinin 61-ci ayəsi. Çox həyələrimiz var bizim qardaş. Çox həyələrimiz var. Video çəkmişəm. Özə qarşı tərəfinin telefonu ilə video çəkmişəm. Başladılar ki, bu qurmadır, bu düzəlmədir, bu nə bilim effekti zəifdir, bu nə bilim belədir, orada stəkan niyə çay yoxdur, o nədir, o qapıdır belədir, rəngi budur. Qardaş deyirəm, hə, okey, razıyam. Nə deyirsən, razıyam. Amma gətirdim dəlilə, sən dəlil, əks dəlil gətir. Nas dəlil gətir. Mən həm nəqli, həm əqli dəlillə təqdim eləmişəm. Və 3 nəfər də şiə oldu, əlhəmdülillah. Onun nas dəlil, mən qoydum nas dəlilə, sən də qarşı tərəfində olaraq bir dənə nas dəlil gətir. Mənim dəlilimi çürüd.